Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə yeni direktor təyin edilib. Doğru Xəbər Azərbaycan Qafqaz İnfo istinadən bildirir ki, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən bu vəzifəyə Elnarə Məmməd qızı Ənsari gətirilib. Qeyd edək ki, 1979-cu il təvəllüdlü Elnarə Ənsari buna qədər nazirliyin tabeliyindəki bir sıra qurumlarda işləyib. Anar Nazimoğlu Eminov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Xatırladaq ki, Mingəçevir Dövlət Universitetinin əvvəlki rektoru Şahin Bayramov ötən il mayın 20-sində Prezidentin müvafiq sərəncamı ilə vəzifəsindən azad edilmiş və dövlət başçısının digər sərəncamı ilə Qarabağ Universitetinə rektor təyin edilmişdi.